Xoş gördük, hörmətli izləyicilər. Sizə iyunun 5-nə olan hava haqqında məlumatı təqdim edirik. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısa müddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Temperatur gecə 17-19 dərəcə isti, gündüz 26-31 dərəcə isti olacaq. Rayonlarımızda bəzi yerlərdə arabir yağış yağacaq, şimşək çaxacaq. Ayrı-ayrı yerlərdə qısa müddətli leysan xarakterli olacaq, dolu düşəcək. Səhər əksər rayonlarda yağıntıda fasilə yaranacaq. Gecə və səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Mülayim qərb küləyi əsəcək. Temperatur gecə 16-19 dərəcə isti, gündüz 25-30 dərəcə isti. Dağlarda gecə 5-10 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacaq. Belə dəyərli izləyicilər, bizdən bugünlük bu qədər. Görüşənədək.